Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə 4-cü sinif Azərbaycan dili iş dəftəri 2-ci hissənin fəsil 4 tipdə ixtiralar mövzusunu izah edəcəm. Deməli, tapşırıq 1A-da deyir ki, təbii çiçək xəstəliyi haqqında verilmiş məlumatları oxu. Bu məlumatlar mətnin hansı abzaslarına əlavə oluna bilər? Qarşısında abzasın nömrəsini yaz. Deməli, 1980-cı ildə təbii çiçək xəstəliyinin tamam yox edildiyi elan olundu. Bugün artıq təbii çiçək virusu təbiətdə yoxdur. Bu bizdə 6-cı abzasa uyğundur. Mətndə də qeyd olunubdur. Oxuyub, yəni görə bilərsiniz. Bu xəstəliyə yoluxan insanın sağalma şansı çox az idi. Sağalsa da belə bədənində yara izləri qalırdı. Ağır hallarda görmə qabiliyyətini itirirdi. Bu da 1-ci abzasa aid idi. Üçüncüyə baxaq. Peyvəndin ilk dəfə Çində tətbiq olunduğu güman edilir. Belə ki, Çinlilər çiçək xəstəliyinə tutulmuş insanın yarasından toz hazırlayır, insanın burnuna üfürərək bədəndə xəstəliyə qarşı immunitet yaradırdılar. Burada 3-cü abzasdır. Gəldik tapşırıq B-yə. Deyir, peyvəndin ixtirası mətninə isnad edərək məlumat vərəqini tamamla. İlk öncə ixtiranın adını qeyd edəcək. İxtiranın adı peyvənd idi. Peyvənd. İxtiraçı Eduard Jenner idi. Eduard Jenner. İxtiranın tarixi mayın 14-ü 1796-cı il idi. İxtira olunduğu yer İngiltərə. İxtiranın əhəmiyyəti milyonlarla insanı ölümcül epidemiyadan xilas oldu. Milyonlarla insan ölümcül epidemiyaya xilas oldu. Əlavə məlumatlara yaza bilərik ki, məsələn, peyvəndin dünyada qəbul edilmiş adı vaksindir. Dünyada qəbul edilmiş adı vaksindir. Və yaxud da latın sözü olub, inek mənşəli mənasını verir. Vaksin, latın sözü olub, inek mənşəli mənasını verir. Gəldik tapşırıq 2-yə. Deyir, yoxucu xəstəliklər mətninə aid atar sözləri yaddaş xəritəsinin uyğun hissələrində yaz. Gəlin bir qeyd edirik. Məsələn, birinci süd çiçəyinə yazırıq. 5-10 yaşlı 5-10 yaşlı
Qışın sonu, yazın əvvəli, daşıyıcı. Qızılcada isə epidemik, 6 ay, nadir hallar, səpkilər, bir həftə, bol maye, istirahət etmək. Qrip 3-5 milyon insan, damlacıqlar, ağız və burun dəsmal yapılması, dəsmal yapılması, hər yaşda istirahət, bir də bol maye. Göğüs kürəkdə ömürlük immunitet yaranırdı. Evdə müalicə, tez və az qida. Gəldi tapşırıq 3 aya. Tipdə ixtiralar bölməsində öyrəndiyin terminlərin izahlarına uyğun olaraq sözləri yazaraq krosswordu həll etdir. Gəlin krossworda baxaq. Birinci soldan sağa 1. Burada qeyd olunubdur. Ürək və ciyərlərə qulaq asmaq üçün tip aləti fonendoskopdur. Sonra digərinə baxaq. Yolxucu xəstəlik törədən mikrob. İkinci olan hissəyə baxırıq. Virus. Daha sonra 3. Hər hansı bir deyir ki, yolxucu xəstəliyin kütləvi şəkildə yayılması. Buna biz dedik ki, epidemiya. Yazırıq epidemiya. Daxili orqanların vəziyyətini öyrənmək üçün tibbi cihaz. Rentgen, buraya yazırıq rentgen. Orqanizmin müxtəlif xəstəliyə qarşı müqaviməti. Pandemiya. Pandemiya. Altı buydu. Ben 5'ini yazmadım. 6'nı yazdım bir başına. Deməli, 5'də nə deyirdi?
Hmm, Evet. Evet. Sayfa yazaqlar. Evet. Keçdik digərinə. İndi yuxarıdan aşağıya gəlirik. Hərarət ölçən cihaz. Termometr. Termometr. Bu oldu termometr. 8. Peyvəndin dünyada qəbul edilmiş beynəlxalq adı. Bunu da orada keçdik. Vaksin. Vaksin. Sonra hər hansı bir xəstəliyin qarşısını almaq məqsədilə bədənə vaksin yeritmə. Peyvənd. Çift göbələklərin bəzi növlərindən alınan müalicəvi dərman. Bu da adlanır penisilin. Alınır penisilin. Tüm bunların hamısını qeyd etdik. Gəldik 4 aya. Məlumatları düzgün yoxsa yanlış olduğunu mən etməliyim. Stat cümlədə mötərizə içərisində yazılır. Bu yanlışdır. Biz demişik ki, adətən dırnaq içərisində yazılır. Bunu götürmürük. Sadalanan sözlər arasında vergül işarəsi qoyulur, doğrudur. Dialoqlarda tirə işarəsindən istifadə edilir, doğrudur. Mürəkkəb cümlədə çünki ona görə də bağlacıdan sonra vergül qoyulur. Bu yanlışdır. Müraciət bildirən söz cümlənin ortasında işləndikdə hər iki tərəfdən vergül qoyulur. Doğrudur. Bu əvəzindən sonra fe'l işləndikdə vergül qoyulur. Yanlışdır. Cümlənin sonunda 3 nöqtə fikrin bitmədiyini bildirir, doğrudur. Bir mətni oxu, buraxılmış durğu işarələrini müəyyən et və yaz. Göldə bir qaz üzürdü. O özündən çox razı idi. Odur ki, fəxrlə dedi. 2 nöqtə. Sonra tirə qoyacağım. Mən çox gözəl quşam, çünki 3 bölünlər sahibiyəm. Göydə uçuram, suda üzürəm, quruda gəzirəm. Vergül qoyulur bunlarda. Quşların şahı mənəm. Durna onun bu sözlərini eşidib dedi. Yenə dedi 2 nöqtə, tirə, sənin axmaqlığına şübhəm yoxdur. Boynun uzun olsa da ağlın gödəkdir. De görək köydə tərlan da uçmağın varmı? Sual ədatıdır. Quruda maral kimi qaça bilirsənmi? Mı, sual ədatıdır. Suda balıq tək üzə bilirsənmi? Yenə də sual ədatıdır. Nə üçün boş yerə özünü təhqir edirsən? Qaz durnanın sözlərini eşidib xəcalət çəkdi. O anladı ki, burada artıq vergül qoyulacaq. Çox şey yarımçıq bacarmaqdansa bir işi mükəmməl bilmək yaxşıdır. Dil nə üçün fərqləndirilmiş cümlədə o əvəzliyindən sonra vergül qoyulmayıb səbəbini izah et. Məsələn, o anladı ki, çox şey yarımçıq bacarmaqdansa bir işi mükəmməl bilmək lazımdır. Burada feildir, hərəkətdir. Biz bayaq qeyd elədik ki, birinci cümlədə əvəzlikdir. Məsələn, burada o özündən, hər bütün öz filan burada əvəzlikdir. İkinci cümlədə feildir, vergül qoyulmamışdır. Yazırıq ki, o əvəzliyindən sonra birinci cümlədə əvəzlik, ikinci cümlədə feil işləndiyi üçün vergül qoyulmamışdır.
Bir riyaziyyat dərsliyinin söz birləşməsini əlavə məlumat kimi aşağıdakı cümləyə artır. Durğu işarələrini yerine qoymaqla cümləni yenidən yaz. Evdən dəftərimi, kitabımı götürüb qayıtdım. Burada deyəcək ki, evdən dəftərimi, kitabımı örtərizdə yazırıq ki, riyaziyyat dərsliyi. Götürüb qayıtdım. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.